Tamam, xoş gördük hər birinizi. Mən riyaziyyat və kurikulum müəllimi Arzu Ələdin qızı sizə blok imtahanına, buraxılış imtahanına və sertifikasiya imtahanına düşə biləcək 10 ədəd model sual izah edəcəm. Qeyd edim ki, həftənin birinci günü sertifikasiya sürət qrupumuza start veririk və bizim eyni zamanda sınaqlar qrupumuz da var, qoşula bilərsiniz. Keçirəm birinci suala. Birinci sual blok imtahanına gələr, amma buraxılışlara gəlməz. Çünki kompleks ədədlər onlar keçməyiblər. X kvadrat üstəgəl 4-ü x minus 2i, x plus 2i şəklində vuruqlara ayırmaq olar. Niyə? Çünki i kvadratı mənfi 1 verir. Onsuz da vurub atsanız x kvadratı minus 4i kvadratı alınacaq. Bu isə x kvadratı minus 4 vur mənfi 1 deməkdir. Yəni x kvadratı üstəgəl 4-ü onsuz da almış olursunuz. Deməli, cavab A variantı. İkinci sualı səbirlə işləmək lazımdır. Diqqətlə baxsaz görəcəksiniz ki, orada müxtəsər vurma düsturları var. Harasında da həmin müxtəsər vurma düsturu mən sizə deyim. 1 minus 4-də 9 nə demək? 1 minus 2-də 3 yazaram. Bu birinə yazaram. 1 plus 2-də 3. Sonra 1 minus 5-də 3 yazaram. 1 plus 5-də 3 yazaram. 1 minus 8-də 3 yazaram. 1 plus 8-də 3 yazaram. Və sonuncuya da 1 minus 20-də 3 yazaram. Və 1 plus 20-də 3 yazaram. Nə edəcəm? 1 minus 2-də 3 nə deməkdir? Mənfi 2-də 1. Vurulsun 1 plus 2-də 3 eləyir 2-də deməli 5. Vurulsun 1 minus 5-də 3 eləyir 5-də 2. 1 plus 5-də 3 eləyir 5-də 8. 1 minus 8-də 3 eləyir 8-də 5. 1 plus 8-də 3 eləyir 8-də 11. Artıq mən buradan temanı tutmuşam. 1 minus 20-də 3 eləyir 20-də 17. Və vurulsun sonuncu 20-də 23. Diqqətlə baxsaz görərsiniz ki, ortadakılar bir-birini məhv eləyir. Baxın, ixtisar oldu, getdi. Və məntiq burasındadır ki, başdan birinci kəsr qalır, sonundan da axırıncı bir qalır. Yəni, mənfi 2-də 1 vurulsun 20-də 23 bizim cavabımız olacaq. O da eləyir mənfi 40-da 23. Yəni, A variantı. Növbəti üçüncü sualımıza baxaq. Üçüncü sualda deyir, A və B natural ədədlər olduqda bu şərt ödənir və əkö babi çıxaq əbu babini hesablayın. Gəlin belə eləyək. İlk növbədə çarpaz şəkildə vuraq. A minus B bərabərdir 3B-yə. A da bərabərdir 4B-yə. A-nın yerinə 4B qoyaq. A-nın yerinə 4B qoyaq. Əkob 4B ilə 4B-nin əkobu bizə 4B verər. Əbob 4B ilə B-nin əbobu bizə B verəcək. Bunlar da bir-birindən çıxanda 3B eləyər. Yəni, burada çətin bir şey yoxdur əslində. Sonra cəmi hesablayın. Əslində, burada fil qulağı qaydası var. Sadəcə, bu dəfə fil qulağını özümüz yaradacağıq. Hardan yaradacam? Diqqətlə baxın. Məsələn, biz adətən öyrəşmişik ki, hazır şəkildə versinlər. Amma bu dəfə özümüz hazırlayacağıq. 12-ni yazaram 3 vur 4. 20-ni yazaram 4 vur 5. 30-u yazaram 5 vur 6. 42-ni yazaram 6 vur 7. 56-nı yazaram 7 vur 8 şəklində. Diqqətlə baxın, sanki fil qulağını özüm yaratdım. Birinci qulağından filin axırıncı qulağını çıxırıq və bölürük fərqə. Fərqimiz 1-dir. İndi gəlin ortaq məxrəcə gətirək. 24. Bura 8 yazaq, burada 3 yazaq. Oradan da çıxırıq, eləyir 5. Cavab 24-də 5. Yəni, bəzən fil qulağını özümüz yaratmalı oluruq. Sonra, baxaq 5-ci sualımıza. 5-ci sualımız belədir. Deyir ki, A üstə gəlsin A-da 1 bərabərdir 4,25 olarsa, bunu tapaq. Deməli, biz burada nə edəcəyik? Məntiq işlədəcəyik. 4 üstə gəlsin. 4,1, 4-də 1 yazaram. Və mənə deyir ki, A 0 ilə 1 arasındadır. Yəni, onu demək istəyir ki, qətiyyən düşünmə ki, A 4-dür. A 4 deyil. A deməli 4-də 1-dir. Həqiqətən də şərt ödənir. Deməli, 4-də 1 çıxılsın 1 bölək 4-də 1-i hesablayası olsaz, 4-də 1 çıxılsın 4-də alınır.
O da eləyir 4-də 1 0,25-dən 4 çıxanda eləyir -3,75. Yəni buna diqqət etməliydiniz. Cavab C variantı. 6-cı tip suallar əslində bəlkə də əzbər bilirsiniz. Ardıcıl ədədlərin hasili kimi yazsanız 10 vuraq 11 üstə gəlsin 10 vuraq 11. Bilirsiniz ki, ardıcıl ədədlərin hasili kimi göstəriləndə, yəni toplama işarəsi olanda böyüyü götürürlər. Çıxma olsaydı cavabı 10 götürərdi. Yəni bunun cavabı 11-dir. Amma bunun üçün mən sizə bir yol deyim. Ola bilər ki, elə ədəd olar ki, onları ardıcıl ədədlərin hasili kimi iş göstərə bilməzsiniz. Məsələn, sizə deyim 26. Ardıcıl ədədlərin hasili kimi göstərə bilməzsiniz axı. O zaman nə edəcəm? Məni bezdirən hissəyə bir x deyirəm, bərabər edirəm x-a. Hər tərəfi kvadrata, bu kök qalır, unutmayın. Hər tərəfi kvadrata yüksəldirik. 110 üstə gələk x bərabərdir x kvadratı. Buradan da x kvadratı minus x minus 110 bərabərdir 0-a. V təliminə görə o hansı ədəddir? Vuranda -110, toplayanda -1, x minus 11 ilə x plus 10-dur. 0-a bərabər edirəm, x minus 11 bərabərdir 0-a. X bərabər olur 11-ə. Digərində isə x üstə gəl onu 0-a bərabər edirsiniz. X bərabər olur -10-a. Cavab -10 ola bilməz. Çünki altı ifadə cüt dərəcədəndir. -10 bizim cavabımız deyil, müsbət 11-dir. Yəni mən bu düsturu bilməsəm də bu praktik yolla tapa bilərəm. Bəzən elə olacaq ki, ardıcıl ədədlərin hasili kimi göstərə bilməyəcəksiniz. Ona görə də bu ikinci üsul məncə qəşəng və yadda qalandır. 7-ci sualımızda isə burada 2001 sizi çaşdırmasın. Buna bir x kimi baxın. 3 kosinüs x funksiyasının ən böyük qiymətini tap deyəndə siz yadınıza salmalısınız ki, kosinüs hansı aralıqda qiymət alır? -1, müsbət 1 aralığında. Deməli, bir dəfə aparaq, müsbət 1 verək. 3 vuraq 1, 3 alıram. Bir dəfə də -1 verirəm, alıram, -3. Deməli, ən böyük qiymətimiz olur müsbət 3. Sonra deyir 5x minus 2y üstü 7-nin açılışındakı əmsalların cəmi x üstə gəl 2y üstü 5-in açılışındakı əmsalların cəmindən neçə dəfə böyükdür? Əmsallar cəmi deyirsə polinomdur. Ümumiyyətlə bu bir polinom sayılır əslində. Burada nə edəcəksiniz? X, y, z hər nə görürsünüz, narahat olmayın. Aparın yerinə 1 qoyun. 5 vuraq 1, çıxılsın 2 vuraq 1. Bu polinomun qaydasıdır əslində. Türklərdə də var belə bir qayda. 3 üstü 7 əmsallar cəmimiz olur. Yəni, əmsallar cəmi deyəndə x, y, z hər nə görürsünüz, aparın yerinə 1 qoyun. Sərbəst sədd deyəndə isə aparıb 0 qoyarsınız. Amma bizdən sərbəst sədd soruşmur ki, əmsallar cəmi soruşur. Aparıb yerinə qoyuram 1, üstə gəlsin 2 vur 1-in üstü 5. O deyir 3 üstü 5. Deməli, deyir, bu bundan neçə dəfə böyükdür? Yəni, bunları bir-birinə böləcəm. 3 üstü 7-ni böləcəm 3 üstü 5-ə. O da eləyəcək nə? 3 üstü 2. Yəni, cavabımız eləyəcək 9. Qutardı, getdi. B variantı. Sonra, baxağın 9-cu suala. Dokuzuncu sualımız belə. Çevrədə BC və DC bir-birinə bərabərdir. Deməli, vətərlər bir-birinə bərabərdirsə, söykəndiyi göstərdə bir-birinə bərabər sayılır. Və mənə nə deyir? Bu 20 dərəcədə ASB daxili bucaqdır. Daxili bucaq söykəndiyi qövsün yarısıdır. Deməli, baxın, bu qövs 40 dərəcəymiş. Tam bucaqda 360 dərəcə olduğuna görə 2x üstə gəlsin 40 bərabərdir 360 deyərəm. 2x bərabərdir 320-yə və x də bərabər olacaq 160 dərəcəyə. Deməli, belə çıxır ki, baxın, bura 160 dərəcədirsə, bu da 160-dır. Və 160, indi bizdən soruşur hansı bucağı? KAD-ni, KAD-ni. KAD-yə diqqətlə baxın. Bura 160, deməli, bizdən istəyir KAD-ni. Bura 160-dırsa, bura olacaq, baxın, daxili bucağa görə 80. Burada da bir üçbucaq yaranır. Diqqətlə baxın. Bir üçbucaq var burada. Baxın, burada. Bucaq 80-dir, 20-dir. 180-dan 80 ilə 20-nin cəmini çıxıram, tapıram 80 dərəcə. Yəni, bizim AKD-miz, daha doğrusu KAD-miz 80 dərəcədir. Sonra baxırıq, deməli, 10-cu sualımıza.
10-cu sualda deyir ki, A-Y bərabərdir 2-də 1 AB-yə. Yəni, A-Y AB-nin yarısıdır. Onda belə çıxır ki, burada x-dır, burada x-dır. Həqiqətən AB-miz olur 2x. Deməli, A-Y-miz də x. Görürsünüz ki, bunlar biri digərinin yarısıdır. Və hətta bizə burada məlum oldu ki, həmin bu YD xətti orta xəttdir və artıq bizim üçbucağın orta xətti qaydasını yada salmağımıza ehtiyac var. X. Biz bilirik ki, orta xəttin ayırdığı bu kiçik üçbucaq, adətən biz belə görürdük də bunu. Kiçik üçbucağın sahəsi bütöv üçbucağın sahəsinin 4də 1 hissəsidir. Deməli, bura 1s-dirsə, onda bu da olur 3s. Çünki bütöv üçbucağın sahəsi 4s-dir. Onun 1s-i bura düşür, 3s-i də bura düşür. Deməli, 1s 8-dirsə və bizdən də s AYDS-ni istəyir. AYDS, yəni bu trapeziyanınki istəyir. O da 3s olduğuna görə 8 vuraq 3, cavabımız eləyir 24. Yəni, C variantı. Bura qədər dəyərli şagirdlər və müəllimlər, videomuzu bəyənməyi və paylaşmağı unutmayın. Sınaq qrupumuza və hazırlıq qruplarımıza qoşulmaq istəyənlər isə 051 641 88 34 nömrəsi ilə əlaqə saxlamağı unutmasın.